Salam değerli izleyicilerim. Bugün size Məhəmmədlinin qutaracağı dəqiq yerin deyim ki, harada əzlərim. O təzə yol açılıb, Siyabrizdən Koroğluya gedən yol. Bax, o yolun üstündə, yəni buradan Mehtəbada da çıxış rahatdır. Ümumi 4 sot torpağın içində yerləşən 6 otaqlı, tam 2 ailə yaşayacaq evdə əzlərim. Əziz izləyicilərim, düzdür, ev remont edirlər. Belə baxanda, yəni yaşayış olunmuş evdir. Belə baxanda adama biraz, nətər deyim, yəsə şəhərdə olur, xəstəsi var. Baxın, pəncərənin də qabağına baxın, cütdaş evdir, keyfiyyətli evdə əzlərim. İndi gəldirəm, Allah hamının yolunu açsın. İnsanda hamı belə vəziyyət düşə bilər ki, nə əlində pul yoxdur ki, təmirinə başa çıxsın. Yəni, nə də vəziyyət edir ki, xəstəsində pul lazımdır. Əziz izləyicilərim, bu otaqlarda elə yer var ki, işıq yanmır. Ümumi 6 otaqdır, tam 2 ailəyə. Baxın, divarın qalınlığına baxın oradan. Bir də 2 qardaşın da veşidir bura. 2 qardaşın da veşi yerləşib, əzizlərim. Yəni, alan açığı biraz təmir eləməlidir. Qiyməti də çox gözəl qiymətdir. 50.000 manatdır, əzizlərim. Bax, gəlin, baxın, bax, bura mətbəxidir, görün nə boydadır. Baxın, buranı söküblər, bu xodunun qapısını belə dəyişirmişlər, yarımçıq qalıb. Yəni, evdə belə güclü remont yoxdur, ha. Amma, yəni, ev həqiqətən də dəyərli evdir. Dəyərli evdir, əzizlərim. Kvadrat da böyük kvadratdır, sənəti də qufcadır, qiyməti də əla qiymətdir. 50.000 manatdır. Yəni, bunları eləyib başa çıxmaq lazımdır, əzizlərim. Təmizi, divarın qalınlığına baxın, görün nə qalınlıqdadır. Bax, pataloğuna baxın, pataloğun taxtası elə pola vurulan taxtlar. Heç belə taxtanı bir dəqiqə pol da vurmurlar. Yalandan qəribli vurur, üstünə laminat edirlər, cəmat da şəkil allanır. Yəni, ev dəyərli evdir həqiqətən də. Qiymət də 50.000 manat. 6 otaq, 4 sot qufcalı. Həqiqətən torpağın qufcası. Bəri başdan deyim ki, fərdi yaşayışlı evi də eləmək olar. Baxın da, əzizlərim. Valla, o çoxsu belə evləri götürürlər. Orasına burasını gəzdirib baha satırlar. Yəni, bunun pulunu versinlər, hər kim alsa Allah xeyrini versin.